Əsir götürüldükdən sonra məni Ermənistana aparıb orada 6 ay 15 gün saxladılar. Yeməyi isə ölməməyim üçün çox az miqdarda verirdilər. Bunu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunları və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkən İlham Məmmədov dedi. Bildirdi ki, 2002-ci il mayın 10-da səhərə yaxın Füzulinin Əhmədbəyli kəndində yerləşən qərargahdan çıxıb xidmət etdiyi Füzulinin Alxanlı kəndindəki posta piyada gedərkən dumanlı havada yolu azıb. Ermənistan Silahlı Qüvvələrinin hərbiçiləri onu əsir götürüb. Əsir götürüldükdən sonra ermənilərin komandiri olan bir nəfər zabit onunla qeyri-insani, qəddarcasına davranaraq döyüb təhqir edib. Sonradan həmin zabitin Lyova Mnatsakanyan olduğunu bildirib. O, məhkəmə zalında əyləşən təqsirləndirilən Lyova Mnatsakanyanı göstərərək ona işgəncə verənin həmin şəxs olduğunu dedi. İfadə verdi ki, Lyova Mnatsakanyan onu yumruq təpik, avtomat silahın qundağı ilə döyüb, başına zərbələr endirərək sorğu-sual edib. Sonra isə qorxutmaq üçün səngərdən çıxarıb, arxasından qarşı tərəfə, yəni Azərbaycanın mövqelərinə silahla atəş açıb. Məqsəd Azərbaycanlıların səngərin üstündə olan İlham Məmmədova atəş açmasına nail olmaq olub. Bundan sonra isə zərərçəkəni minalı ərazidən addımladıblar. Zərərçəkən dedi ki, onu bir həftə bilmədiyi yerdə təcridxanada saxladıqdan sonra Ermənistana göndəriblər. İrəvanda isə 6 ay 15 gün istintaq təcridxanasında kamerada tək saxlayıblar. Bu müddət ərzində bir dəfə də olsun kameradan çıxarmayıblar. Yeməyi acından ölməməsi üçün veriblər. Ermənistanda saxlandığı zamanda onu sorğu-sual ediblər. İlham Məmmədov Lyova Mnatsakanyanın vəkilinin sualına cavabda bildirdi ki, o təqsirləndirilən şəxsi tanımayıb və əsir götürüldükdən sonra ilk dəfə qarşılaşıb. Əsirlikdən azad olunduqdan sonra onun şəklini göstərəndə işgəncə verən şəxsin Lyova Mnatsakanyan olduğunu bilib. Bildirdi ki, səngərdən çıxarmalarının da səbəbi Azərbaycan hərbiçilərinin ona atəş açmasını istəmələri olub. Lyova Mnatsakanyanın sualına cavabda isə dedi ki, əsir götürüldüyü tarixi yaxşı xatırlayır. Çünki həmin vaxt ermənilər ona bir gün əvvəl Şuşanın işğalı gününü bayram kimi qeyd etdiklərini deyiblər. Təqsirləndirilən Lyova Mnatsakanyan 2002-ci ildə belə bir hadisənin baş verdiyini, yəni Azərbaycanlı hərbiçinin əsir götürüldüyünü təsdiq etdi. Həmin hərbiçinin istintaqa cəlb olunduğunu, müstəntiqlər tərəfindən dindirildiyini və daha sonra isə aidiyyəti üzrə təhvil verildiyini qeyd etdi. Bundan başqa təqsirləndirilən həmin şəxsin işgəncəyə məruz qalmadığını, ona su və çörək verildiyini iddia etdi. Lyova Mnatsakanyan dövlət ittihamını müdafiə edən prokurorun suallarına cavabında həmin dövrdə əsir düşmüş Azərbaycanlının İlham Məmmədov olub-olmadığını bilmədiyini və onu tanımadığını dedi. Daha sonra təqsirləndirilən Melikset Paşayanın vəkili məhkəməyə müraciət edərək onlara konfidensial görüş verilməsini xahiş etdi. Hakim Zeynal Ağayev fasilədə onlara bunun üçün şərait yaradılacağını dedi. Ardınca təqsirləndirilən David İşxanyan məhkəməyə müraciət edərək ona Azərbaycanda qeydiyyatdan keçən beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin siyahısının təqdim olunmasını xahiş etdi. İclasda sədrlik edən bu məsələnin məhkəmənin səlahiyyətinə və fəaliyyətinə aid olmadığını dedi. Bildirdi ki, Azərbaycanda beynəlxalq qurumların fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Həmin təşkilatlar legal şəkildə fəaliyyət göstərir və ölkə qanunvericiliyinə hörmətlə yanaşırlar. Hüquqlarını müdafiə edən müdafiəçi həmin təşkilatların siyahısını ona təqdim edə bilər. Hakim həmçinin David İşxanyana bildirdi ki, ötən iclasların birində nümayiş etdirilən və iş üzrə sübut kimi keçən Ermənistanın Müdafiə Nazirinin müavini olmuş Manvel Qriqoryanın video müsahibəsi də təqsirləndirilən şəxslərin planşetlərinə yüklənəcək. Qeyd edək ki, həmin müsahibə məhkəmədə tədqiq olunduqdan sonra David İşxanyan video materialın tam şəkildə onların planşetinə yüklənməsini xahiş etmişdi. Sonra iclas iş üzrə keçən və ibtidai istintaq zamanı toplanmış çoxsaylı sənədlərin elan olunması ilə davam etdirildi. Füzuli rayonunun Yuxarı Seyid Əhmədli kəndində əsir düşmüş Azərbaycanlıların öldürülməsi və kütləvi dəfn edilməsi, telejurnalist Çingiz Mustafayevin öldürülməsi, Ağdərə rayonunun işğalı, 1992-ci il yanvarın 26-sında Şuşanın Daşaltı kəndində aparılmış hərbi əməliyyat, Vətən müharibəsi zamanı Tərtər, Goranboy, Füzuli, Bərdə, Ağdam, Ağcabədi rayonlarının, Naftalan, Mingəçevir şəhərlərinin atəşə tutulması,
Tərtər Pambıq Açıq Səhmdar Cəmiyyətinə xüsusilə küllü miqdarda zərər vurulması, Vətən müharibəsi zamanı Yevlax, Siyəzən, Kürdəmir, Qəbələ rayonları, Goranboyun, Gorankənd istiqamətlərində raketlər atılması, işğal edilmiş ərazilərdə törədilmiş dağıntılar, fərdi yaşayış evlərinə, qeyri-yaşayış obyektlərinə, mədəni irsə, həmçinin Laçın rayonunun meşə fonduna küllü miqdarda ziyan vurulması, evlərin məhv edilməsi, əhalinin qanunsuz məskunlaşdırılması, Qarabağ ərazisinə silah qaçaqmalçılığının həyata keçirilməsi, fosfor mərmilərindən istifadə edilməsi faktları üzrə epizodlar elan olundu. Elan edilən sənədlərin bir hissəsi Ermənistanın ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi mina terroru, suveren ərazilərimizdə piyada və tank əleyhinə çoxsaylı minalar basdırılması faktları üzrə idi. İbtidai istintaq materiallarında qeyd olunur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üç tərəfli bəyanatdan sonra da Ermənistan həmin sənədlə habelə beynəlxalq humanitar hüquq normaları ilə qadağan edilmiş silahların, müharibə vasitələrinin və üsullarının tətbiqini davam etdirib. Azərbaycanın suveren ərazilərində piyada və tank əleyhinə minalar yerləşdirib. Milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki şəxslərə qarşı tətbiq edilməsinə yönəldilən bilə-bilə cinayətkar əmr və sərəncamlar verilib. Nəticədə xidməti vəzifələrini yerinə yetirən Azərbaycan ordusunun onlarla hərbi qulluqçusu, habelə mülki şəxslər həlak olub, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bununla da Ermənistan özünün də ratifikasiya etdiyi beynəlxalq sənədlərin tələblərini kobud şəkildə pozub. İclasda işğaldan azad edilmiş ərazilərimizdə mülki şəxslərin mina və digər növ partlayıcı qurğuların partlaması nəticəsində həlak olması və ya xəsarətlər almasına dair hadisələr üzrə ayrı-ayrı sənədlər tədqiq olundu. Həmçinin 2023-cü il sentyabrın 19-u 20-sində baş vermiş antiterror əməliyyatları üzrə toplanmış sənədlər elan edildi. İbtidai istintaqla müəyyənləşib ki, sentyabrın 19-dan başlayaraq Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycana qarşı terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi, təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək məqsədi ilə atəşkəs rejimini növbəti dəfə pozub və geniş miqyaslı təxribatlara başlayıb. Həmin ərazilər iri çaplı silahlardan, minatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulub. İclasda elan olunan sənədlərlə yanaşı, cinayət işi materiallarında olan fotoşəkillər də nümayiş etdirildi. Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Ana Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədi ilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monty Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözü gedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.